Sancaq Online kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. Müğənni Kəmalə Günəşli canlı yayım zamanı xarici dillə bağlı diqqət çəkən fikir səsləndirib. O, atamın dili deyil ki, xarici dildir sözləri ilə izləyicilərin sualına cavab verib. Kəmalənin bu açıqlaması canlı yayım izləyiciləri arasında maraq doğurub və sosial şəbəkələrdə müzakirə olunub. Həmin görüntüləri təqdim edirik. Bir dəqiqə, mən sizə deyim də səhifənin adını bir dəqiqə. Sinema qəribə yazılıb. Sinema tanzor, nə bilim belə, deyəm, çox qəribə yazılıb. Belə oxumaq olmur adını. Bax bu səhifədir. Baxın. Ancaq sırf kinolar təvsiyə eləyir. Çox qəşəng kinolar önərir həqiqətən də. 8 avqust həmsəqə, bəli. Yəni mən baxıram o qızın önərdiyi filmlərə. Düzdür, eləsi var ki, lap o deyil, amma bir çoxları qəşəng çıxır. Bir də Google-də axtarma yerinə girirsiniz, yazırsınız Türkçə film izləsənə. Bütün filmlərin Türkçə tərcüməsi. Və orada da gözəl bomba kinolar var. Yəni izləyin. Google-da, hə. Kosmetikasız daha gözəlsiz. Çox sağ olun, təşəkkür edirəm. Uşaqlar, mənə spam gələndən sonra canlım düşdü, xəbərimiz var. Necə eləyək? Əşi, Google-a nə fərqi var ki? Siz lap xırdalığa gedirsiniz. Belə şeylərin xırdalığına getməyin. Vacib deyil. Bunlar hamısı xarici dillərdir. Yəni dəqiq bilməsək də olar. Atamın dili deyir ki, mən o dəqiq əzbər bilim. Xarici dildir də. Ola bilsin neysə səhv deyə bilərəm, normal bir şeydir. Elə bir nənəm babam Google görüb, nə bilim nə görüb. Vacib deyil dəqiq bilmək. Allah da Azərbaycan mentalitetində öz dilimizdə o qədər bilmədiyimiz şeylər var ki. Onları bilin, dərindən öyrənin. Biz Azərbaycanda yaşayırıq, Azərbaycan dilində yazıb, Azərbaycan dilində çalışırıq. İndi bu Amerikanski şeylər bizə sonradan gəlib, nə bilim Google, Netflix, adları da qəribədir, adamın dilinə də yatmır. Çox sağ olun, təşəkkür edirəm. Sinema adı nə yazın, baxın. Baxın, Google-da girib yazırsınız. Türkçə film izləsənə. Türkçə film izləsənə bütün filmlərin tərcümə halında gəlir. Orada yazılır korku filmləri, Hind filmləri, sonra Zarobejni film, ondan sonra dramatik film, yazır ailəvi film, nə bilim, romantik filmlər yazır. Hansı film istəsən seçib girib baxırsan. Yəni pulsuzdur. Çünki səhifə açıqdır, pulsuzdur. Yəni Netflix kimi deyil də, pullu deyil. Pulsuz proqramdır. Yəni rahat girib yazılış qaydasını sizə göstərə bilərəm. Belə bir səhifədə Google-ya giririk. Sizin dilinizdə deyirəm Google. Google, hə. Google. Türkçə. Türkçə. Film izləsənə. Film izləsənə. Saytın adıdır bu. İzləsənə. Bu saytın adıdır. Baxın. Yazdım Türkçə film izləsənə. Bax, belə bir səhifə gəlir. Baxın. Bütün kinolardır. Baxın. Hər şey var. Hər şey. Və burada keçid edirsiniz. Məsəl üçün
ikinci sıralamaya, üçüncü sıralamaya bütün filmlər gəlir, düzdür? Sonra burada 3 dənə nöqtəni yuxarıdan basırsınız. Burada bütün filmlərin adı gəlir. Hind filmləri, qorxu filmləri, cizgi filmləri, ailə filmləri, hər şey, gizəm film, fantastik filmlər, bilim kurgu filmləri, nə bilim, romantik suç filmləri, macəra filmləri, polisiyan filmləri, hər şey, baxın. Yəni hər şey. Girin özünüz üçün kinolara baxın, bir qəpiksiz də pulsuz. Bu kısıtlama da daha oturduğu ömrümə nə var day? Bezdi day. Allah canlı da söyənlər, min cür hoqqa verənlər elə qəşəng otururlar. Nə edirəm burada oturub söhbət edirəm, mənə kısıtlama verirsən. TikTok'un başı gedib, Qur'anın anda olsun. Yoxsa sən mənə kısıtlama verirsən, nə var burada biləm? Neynəmişik?